Pasientlərimizi maraqlandıran suallardan biri də minimal invaziv cərrahiyyə, endoskopik cərrahiyyə, qapalı və yaxud da lazer əməliyyatlarının fərqləri nədir? Qeyd edim ki, minimal cərrahi əməliyyat dedikdə böyük bir, geniş bir məfhum nəzərdə tutulur. Bura həm endoskopik cərrahiyyə daxildir, həm minimal invaziv prosedurlar, blokadalar daxildir, həm də ki, tubulyar retraktordan icra edilən cərrahi əməliyyatlar daxildir. Endoskopik cərrahi əməliyyatda isə sırf endoskop köməkliyi ilə icra edilən cərrahi əməliyyatlardır. Bunlar perkutan, yəni tək portla icra edilən fulendoskopi cərrahi əməliyyatlar olur. Bir də iki portdan istifadə edilməklə icra edilən endoskopik cərrahi əməliyyatlar olur. Lazer əməliyyatları isə fəqərəsi disk yırtıqlarında istifadə birmənalı olaraq olunmur. Yalnız köhnə olaraq əvvəllər fəqərəsi disklərin protruziyalarında istifadə olunurdu ki, bugünkü gündə müasir cərrahiyyədə bundan istifadə olunmur. Bu səbəbdən də ən müasir yanaşma endoskopik onurğa cərrahiyyəsidir ki, bu zaman əzəllər kəsilmədən və sümük toxumasına az ziyan vurmaqla patoloji proses aradan qaldırılır.